doymuş birli amindir. Proton, neytron fərqi bu qədərdir. 11'dir. Uşaqlar, doymuş aminlərin protonu nə qədər idi, neytronu nə qədər idi, onu yəqin ki, bilirik. Deməli, doymuş aminlər belə idi də formul. CnH2n doymuş birli amin. CnH2n plus 1 NH. Bunun protonu nə qədərdir? Kim deyər? Bunun protonu nə qədərdir? Kim deyər? Altı karbonda var 6N, Bəli. hidrogende 2N plus 1, Bəli. azotda 7, yine diğer hidrogende de 2 tane. Bəli. Olacaq 8n üzərinə gəl 1, o da 7. 8n plus 11. Məncə belədir. 8n plus 10, bəlkə 10'dur. 8n plus 10. 8n plus 10. Bu bunun protonudur. Neytron nə qədər idi uşaqlar? Hidrogende 0'dır, yoxdur. Karbondan az 6n plus 7. 8n plus 10 bunun protonudur. Bu protondan deyir neytronu çıxanda, yəni 6n plus 7'ni çıxanda fərq 11 edir. İndi bunu həll eləyin riyaziyyatdan. Riyaziyyatdan bilirsiniz də, açanda mötərizənin içi mənfi olur. Olur 8n üzərinə gəl 10 çıx 6n çıx 7 bərabər 2n bərabərdir. 10'dan 7 çıxanda 3 qalır. 11'dən də 3 çıxanda 11'dən də 3 çıxanda neçə qalır? N'də 4. Deməli, Səmaya, burada 4 dənə karbon var. Aminin tapdıq ki, 4 karbon var. Və bizə deyir ki, molek birli amindir. Və bunu tapdıq. Biz deməli tapdıq ki, aminin 4 karbonu var. Birli amindir və deyir ki, metil qruplarının sayı maksimum olur. Birli amindir, metil qrupunun sayını maksimum eləmək üçün mən bunu hansı formada yazmalıyam? Bunu bu şəkildə yazmalıyam ki, izopropil şəklində. Metil qrupunun üçlü butil şəklində yazmalıyam ki, bu ödərsin. Bax, burada da deyir metil qruplarının sayı maksimum olsun, onda bu şəkildə yaz.